اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان اللعين الرجيم. بسم الله الرحمن الرحيم. والحمد لله رب العالمين. والحمد لله الذي جعلنا من المتمسكين بولاية أمير المؤمنين علي بن أبي طالب. والصلاة والسلام على سيدنا ونبينا وشفيع ذنوبنا وطبيب قلوبنا أبي القاسم محمد وآله الطيبين الطاهرين المكرمين ولعن الدائم على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. İmam-ı Zaman Aleyhisselam'ın zuhurunun tacirine, ağanın vücudu mübarekinin selamet olmasına, Allah'ın Teala bu meclisimizle İmam-ı Zaman'ın qərzin sadelesin diye ve zuhur-i İmam-ı Zaman'da cümlemizi İmam-ı Zaman'la bağıran Zehra'nın intikamı alanlardan karar versin diye selamat versin. Hazreti Zehra selamullahi aleyha, Hazreti Zeynep selamullahi aleyha ve Hazreti Rukayya ve mutahharunlarına selamat versin. Vallahi Müteal Hanım Zehra'ya xatir Cəmiz sərmanları zalimlərin zülmündən amanda saxlasın diye Vallahi Müteal Hanım Zehra'ya xatir cəmi ana bacılarımızı həyalı, ismətli, iffətli adımlardan qərar versin diye selavat versin. Ben de istəyərdim sizləri təbrik edeyim, ama bu təbrikin birisi olar ki, ən əvvəl məclisdə ruhani qardaşlarım var və biz də hacıdan söhbətindən istifadə edirik. İnşallah da qardaşımızdan yenə istifadə edəcəyik. Təbrikli düzür olsun ki, görərsən evdə ananın dünyaya gələn günüdür, hər birimizin evində. Anamızın dünyaya gələn günüdür. Və hamımız görüşümüzü qardaşlar bilirəm, anamızın mövludunu qeyd edirik və bir-birimizə təbrik edirik. Təbrikin bu bağdan olsun. Siz təbrik edirəm hamımızı. Bu mübarək mövludla, bu mübarək gecəylə Allah bilir bu gecədə nələr var. Anqula Zəhranın haqqına ben de bilmirəm bu gecədə nələr var, amma Allah bilir bu gecədə nələr var. Hansı bir gecədir? Yəni bu gecə, ben de sizin təsəvvür edirəm ki, bu gecə Allah Müteal əlinin köməyi nazil elədir. Şükürdən. Həzreti Zəhra bir bağlı dedi ki, Peyğəmbər açmadı Zəhranısan. Həzreti Zəhra bir varlıq edir ki, Peyğəmbər sələvatullah tam açmadı Zəhranı, Allah başa saldı Peyğəmbəri ki, Zəhra üçündür. İnna ənzəlnəhu fî leylətil qədr və mə ədrəkə mə leylətil qədr. Həzreti Zəhra qədir bilir. Ay mənim rəsulum, hardan bilirsən qədir bilirsən, qoy mən deyim söylədim. Peyğəmbər zamanında gözəli çox gözəl mövzu açdı, gözəl bir şey buydu ki, hər şey, hər adama deməzlər, məhrəmlik var. Peyğəmbər xanım Zəhranın bəzi nöqtələrini açdı cəmaata, bəzilərini deyə bilmədi, Peyğəmbərə çox diraslar olmadı, əmənlə gözlədi, bəzi düşünələr, bəzi özləri düşünsünlər. Hansı görüşdən gəldi, adətini Peyğəmbər sələvatullah Zəhraya nisbətən bəzi adətlər var idi, çevirdi adəti. Adətən ata gələr edən, qız uşağı gələr atanın əlindən öpər, bu adəti çevirdi Peyğəmbər gəldi elə Zəhranın əlindən öpdü.
Değişti adeti. Və buyurdu ki, Ümmü Əbiha atasının anasıdır. Zəhra atasının anasıdır. Biz hərdən uşağa deyərik ki, anam deyərik, atam deyərik, Peyğəmbərin anam deməsi bu ana deyil. Quran buyurur ki, Peyğəmbərlə danışırsa özündən dikəmə sözünü. Bir kəlməsi, nəfəs belə Peyğəmbər özündən alır. Yaxşı, necə atasının anasıdır? Adəm Əleyhisselam'a ki, Allah-u Teala Əhl-i Beytin nurun göstərirdi. Peyğəmbəri xəlq elədi Allah. Sonra əlini xəlq elədi. Peyğəmbərə buyurdu ki, əgər əlini xəlq eləməsəydin, səni xəlq eləməyəcəkdim. Sonra Həzrət Zəhranın nurun xəlq elədi. Və Peyğəmbərlə Əliyə buyurdu ki, əgər Zəhra xəlq olmasaydı, siz xəlq olmayacaqdınız. Yəni Zəhra Peyğəmbərin anasıdır. Budur Peyğəmbərin anasıdır. Və Peyğəmbər sələvatullaha həm mənəvi ana olur, Həzrət Zəhra. Çünki Peyğəmbər sələvatullaha uşaq ikən bütün qaldı. Həm də maddi cəhətdən dünyada Peyğəmbərə anılır edir. Uşağa bir şey olsa ana ata özün qabağa, zəhra səda edər. Elə Peyğəmbərə bir şey olacaq, o yüzlərə Zəhra özün qabağa. Ühüd döyüşünə, cavanlar götürün oxu Ühüd döyüşünü, Peyğəmbər sələvatullahın ölüm xəbəri yayıldı Mədinəyə, İnsan xəbər gəldi, səhv bir xəbəridir, yanlış bir xəbəridir. Qadınlar hazırlaşırlar, keçsinlər, Peyğəmbərimizi öldürürlər, gördülər, Zəhra ayağı gəlin gedirlər. Ayağı gəlin gedirlər. Gəldi gördü Peyğəmbər sələvatullahın alnından qanatırıb başladı Peyğəmbərin yaralarını müharibə. Ana necə olur? Ana başqa necə olur? Peyğəmbər sələvatullah Zəhra daxil olur, otağa Peyğəmbər durmaya. Görə sana bu mənim qızımdır, deyilir, xeyir. Allahın əmridir. Zəhra gəlir. Peyğəmbər Allahın əmri olmadan işləyir. Xanım Zəhra sələmullahiyə gəlib dünyaya gəlir, Peyğəmbər gəlib xanım Zəhrayı az qoysunuz, bu uşaq dünyaya gəlib gözləyir. Bilirsiniz, bəzi suallar gəlirlər Peyğəmbərdən gəlir, gözləyər. Hətta məsələyə qoyurlar, nədir Peyğəmbərsən bilmirsən, Allahdan rəhmdir. Özündən bir şey eləmir. Allah'tan Qur'an-ı əstivə buyur, əgər Peyğəmbərə özündən bir şey eləsən, damarını kəsər edirsən, Allah Peyğəmbərlə düşməndir bu ayədə. Buyurdu, xeyr, cəmaatı sadədir ki, özündən bir şey eləyə bilməz, eləməz. Yaxşı, bunun adına qoyaq, Peyğəmbər gözləyir. Cənab-ı Cəbrail nazil oldu, gəldi dedi Peyğəmbərə, Allah sənə salam göndərir. Və buyurur ki, bu uşağın adını Fatimə. Niyə görə bu uşağın adını Fatimə qoysun, Peyğəmbər buyurur ki, ona görə bu qız Fatimə adlanır ki, siyələri ilə cəhənnəm arasında fasilə yaradacaq, qoymayacaq o siyələrini yandır. Ona görə Fatimə adlandırır. Qoymaz Həzrət Zəhra, siyələr gedələr cəhənnəm yanırlar. Axı, Peyğəmbər sələvatullah ki, buyurur, Ümmü Əbiha, atasının anasıdır Həzrət Zəhra, bu qız atasının anasıdır, yəni mənim anamdır. Peyğəmbər bir yerdə buyurur ki, mən sizin atanızam, bilməz atasıyam, yəni Zəhra anamızın anasıdır. Mənasıdır. Həzrət Zəhra sələmullahiyə anamızın anasıdır. Ancaq Zəhranın izzət və ismətinə maddi dərdin olsa, desən Zəhranın qasını əli boş verilir. Mənəvi dərdin olsa, desin əli boş verilir. Çünki ana necə olur? Ana başqası necə olur? Və bir ana, bir nəfər qadına oğlu can verir. Oğlunun can verən vaxtı ilə, ana da bəzi rəvayətlərdə var ki, ananın qardışı evladı tutmaz. Niyə? Baxmayaraq qardışı qəzəblənir, amma məhəbbət qəzəbdən üstündür. Ananın evladı olan məhəbbəti istəyirsən, başa düşürsən ki, bu məhəbbət nedir, məhəbbətdir, Allah da qəzəbləndir, onu bəzən qəzəbləndir, insan elə bir ki, Allah elə düşməndir, insana xeyli yox, bu deyil. Nedir ki, ana qəzəblənir, evladı, Allah'a nə qəzəb oldu, ya mən sədaqat rəhmət, yox hazırda. O səs ki, qəzəbi rəhmətindən doğur.
Gəzəli rəhmətindən qaynaqlanır. Bir nəfərdir, anaya gəldi, Peyğəmbər sallallahu əleyhi və səlləm bir cavan can verir. Bir cavan can verir, kəlmə-i şəhadəti Peyğəmbər tərbiyə edir, deyə bilmir. Peyğəmbər sallallahu əleyhi və səlləm soruşdu, bunun nəyi var, kim var? Deyirlər ki, anası var. Atası rəhməti bir anası var, gidenin yanına. Anadır, Həzrət-i Zəhranın dünyada ən babasına güclü məhəbbəti olan ananın nəzərdə tut, Zəhranı ondan üstün tutur. Gəldirir Peyğəmbər bu ananın yanına, dedi ki, ne edirsən? Dedi, mən elə bilmədir ki, tezlə bağışlanarsan. Dedi, anasan, bu evlatdır, cəhənnəm odu yandıracaq, evinə niyə bağışlanırsan? Dedi, bağışlanarım, ya Rəsuləllah, indilər. Peyğəmbər istədi, bu cəhənnəm odunu dərk eləmir bunu bağışlasın bu ana. Peyğəmbər istədi, başa dedi, ay əshab, başa salsın bu ananı, gedin, odun yığın götürürlər. Götürür gəldi odun, götürürlər, Peyğəmbərin üstü alışdırsın, anası dedi, nə olursan, dedi, istəyəm yandırar bu odunu, onsuz da oğlum cəhənnəmdə yazdı, o gözlük yalaqında yazdı, görərsən, dedi, ya Rəsuləllah, eləmə, bağışladım. Dərk elədi, dərk elədi ki, Həzrət-i Zəhra selamullahi aleyha ki, cəhənnəmdən şiələr arasında fasilə olacaq, eynən bu məhəbbətdir. Amma Həzrət-i Zəhra məhəbbəti ki, qəlbində var, azadma. Əli Əsman bir çıxsından bərən buyurdu ki, hər kəs öz əcrini azadsa mühüm bir şeydir o. Çox mühüm bir şeydir. Hər kəs öz əcrini azadsa cəhənnəmə gelir. Peyğəmbər üstüdə bir kişidir. Biri sən ki, mən yerimini məndərəm, biri çıxarır sonra qabadır, nə başa söyləyir, əcrini azadsa cəhənnəmə gelir. Əli Rəsulən buyurdu, getdi Peyğəmbərin yanına, Peyğəmbərdən aldı bunun izahın, icazəsi yox idi Peyğəmbər getdi. Burada da bir müsləhətlər yazıb, atmıram, çox vaxt etməsin. Gəldi çıxsınlar, ki, ay qanat, hər kəs öz əcrini azadsa cəhənnəmə verəcək mənasıdır. Allah bizim məhəbbətimizi vətən qoyur sərgürdə. Hər bir günahla bu məhəbbəti azadlıq edəcək cəhənnəmə. Günahla bu məhəbbət bir yerə sığınır. Həzrət-i Zəhranla günah bir gəldi diyandır. Ki günahı ki daxil edirsən, gəldi qəsdi yerə namaz dursan, qəbul olar, bağışır. Həzrət-i Zəhra məhəbbəti qəsdiyyəri daxil olmaz. Ona görə, əgər günahdan uzaqlaşdır, gəldiyi xanımda bu boyda məclisin, bu süfrəyə baxma, heç nəyə baxma, burada mənəvi adı, havası var, bunun dəyəri heç nə ödəyə bilməz. İndi burada bir cavan çıxa bayra bir dənə günah eləyən, nə oldu Həzrət-i Zəhra heç oldu? Qiyamətdir, gələr xanım Zəhra, yanar qabağında, bilən sənə məyər, mənim məhəbbətim azlıq elə bilirsən günahdan çəkinəsən. Bəzən bir günahdan qayıdırıq, Həzrət-i Zəhradan danışar. Əslində Həzrət Zəhradan bəndə məlumat deyirəm. Həzrət Zəhradan danışmalı deyir ki, Quran Zəhradan danışır mənsinəm. Bir kəsin tərifin ki, Allah verir, mən kim ona tərif verir, mən neçin ona tərif verir. Allah tərif edir. Allah'ın tərif eləməsi mənasıdır ki, mən kamil tanıyıram, Zəhranı tərif edən ki, edilmir ama. Mən ne edirsəm onu çatdırır zaman, onu boşlanabilirsiniz. Bəziləri var ki, bəzilərimiz günahdan üzrəndərmişiz, imana tərəf, amma meylimiz qalır günahda. İçimizə baxaq, hamıdır, içimizə baxaq görəcək, meylimiz elə günahdadır. Bu meyli sındır. Ama çok güzel bahsedip tartışılır. Bu meyli de sındır içinde. Zəhranın məhəbbəti o qədər yerləşdir qəlbində ki, bu meyli sınsın, aradan geçsin. Bir şeyi pas eləmək qaydası var. Pas eləyəsən, ondan sonra bu kamilləşər, inkişaf edər. Əslində biz özümüz bir törəyirik. İlamadın biri gözəl misal buydu. Biz özümüz keçən xanım Zeynəbin özləri o misalı demişdim. Sizlərin misalında bilirsiniz bu dünyada, bəzən görürsən içimizə gələn mümkündür, şeytan çox hilə gəldi. Həzrət Yusuf əleyhissalama ki, qardaşları bizlər, Həzrət Yusuf yuxudan dedi, arkadaşlarına ki, atacan, mən bir yuxu görmüşəm, yuxuda görmüşəm 11 ulduz, günəş və ay mənə səcdə edirlər. Həzrət Yaqub dedi, bu yuxunu qardaşlarına danışma, şeytan çox hilə gəldi.
Yenə də qardaşlarım çox yiyəcək, şeytan çox yiyəcək. Yaxşı. Şimdi, bazen görürsen şeytan elə hilələr çürmüşür. Elə planlar çürmüşür. İnsan bunu bu halden gelir, fikirləşər ki, mümkün qədər zihni gəlir, mən də zihindən pul verirəm, Zəhranın məclisine, bu sənin için hak verirsən. Bu hava ki, alırsan, Zəhrayı bir hava alırsan. Üzülüsü nəyə benzirir? Bir tane görürsən, ağac əsilsən, yaxşı meyvə verir. Meyvələr yaxşı şahtalası olacaq, yaxşı. Bu ağacı suluyursun. Birinci də düşünən ot alan şeyərdir. Ağaca su verirsən, ot alanı da ağaca görə suyusuz. Siz Zəhraya görə suyusuz. Onlar bir dənə meyvə verən ağaca görə ot alanıdır. Onlara görə bizə də su verilir. Başınız nə verir? Ona görə ki, əgər Allah hüccəti yerisiniz olmasa, yerisi dağlar məhvura gider. Yəni, bunlara görəcəmişik. Bundan başka bir şey yoktu ki. Adem'e ezan küçükte dünya Allah sütü kendine bura. Sütü Zəhranı bura. İsmail Peygamber, Hazreti İbrahim İsmail'e kurban kesenler, bahs var ki İmam Hüseyin Aleyhisselam girdi araya koymadı, aç buramını. Ehl-i Beyt geldi bura. Nuh Aleyhisselam tövbe Ehl-i Beyt geldi bura. Süleyman Peygamber Ehl-i Beyt geldi bura. Hazreti Yusuf burada ağlayıp Cenab-ı Cerrah'da çıkmaz sizden buradan dediler bir salavat zikirler çıkardı. Hansı oldu Ehl-i Beyt'ler? Peygamber salavatullah götürdü Ehl-i Beyt'i mübahalede bilirsiniz. Nəcran Hristiyanıyla mübahilə qarılış döyüşündə gedəndə Həzrət Zəhranı gözüzə sadəcəm. Mənası neydi? Mən dua edirəm, qalan Zəhrasən amindir. Yəni Peyğəmbər başı səlmansı üçün mənim duamın Zəhranın aminlə ihtiyacı var. Yaxşı, xanım Zəhra bu diyor. Xanım Zəhra selamun əleyha bütün dünya qadınlarını da bəst verdi. Dünya kişilərini də bəst verdi ki, lazım gəldi imamı üçün canlıqdan çıxın. Bir dənə mühsün verdi, o qədər mühsünə nökərlər qazanamdır. Bir dənə mühsün verdi Allah yolunda, o qədər mühsünlər yoxan, nökərlər qazandı mühsünə. O qədər nökər qazandı. Dikkat edirsiniz, Həzrət-i Zəhra sonra isminiz Həzrət-i Zəhranı tanıyasınız, bilirəm tanıyabilir ama biraz görək bu tarih. Həzrət-i Zəhra selamun əleyha qadının o vaxtında ki, mən düşünürküdə fərq edəmirəm, amma bu yerən nöqtəsində dikkat edək. Qadını o vaxtında ki, uşaq dünyaya götürər, onun yanında qadınlar olsun gələk, uşaq dünyaya götürür, başının üstündə Həzrət-i Zəhra selamun əleyhanın kişilər idi. Uşağı sırt oldu o vaxtdan, bilirsiniz ayədə özünə gəldiyinə bilin, demədi, ayədə, ana ayədə uşağın axtarır. Bu məlum axsaqalların üzrəsindən çox gözəl bilirlər, nələ deyir? Amma Həzrət-i Zəhra ayədə dedi Əlihan, əlini axtarır, Allah hüccəsini qalır. Siz verirsən? Gəldi xanım Zəhra selamun əleyha, Ələ Rəsəmin əlləri bağlayın, tarixdə şücaət dərsin verir. Tarixdə başa sabit edildiği ki, Allah razı olsun. Mən qadına qeyrətin sizin qeyrətsizdən çoxdur. Peyğəmbərimizin sözünün arasında yanmaz. Mən qadınam ələyəm. Əmir əminin əllərini bağlayıb əlləşdə xanım Zəhra gəldi arzudan yandı dedi, Əli, buradayam, onlara rahat olma, kəs verirsən, əskərim buradadır. Baxın xanım Zəhra selamun əleyhaya, ona görə əmir əminindən bizim mənbədə soruşdular ki, Əlican, kişinin ən ağır vaxtı onun üçün nə vaxtdır? Dedi, kişinin ən ağır vaxtı o vaxtdır ki, boyunda gücü olan, yüzündə tacəsi olan, elində gücü olan, amma qadınını gözünün qabağında söyləməyir. Bilirsən, Əmir-əl-Müminin xanım Zəhra selamun əleyhanın şəhadətində Zəhranın məqamını anladım, ama fikirləşirəm. Əmir-əl-Müminin xanım Zəhra selamun əleyhanın şəhadətindən sonra baxdı göyə, baxdı yerə dedi, ay göy, ay yer, nə çıkıyormuşsan Zəhradan? Bilirsən, göy xanım Zəhra neydi ki, Allah izzəti İmam Həsən Əskəri Əsələm və Nəhnu Hücədullahi aleykum. Biz İmam Həsən Əskəri 11-ci imam buyurur ki, biz 12 imam Allah'ın sizi olan müddetiyiz. Fatimətü Hücədullahi aleykum. Fatimə ise Allah'ın sizi olan Həzrət-i Zəhra selamun əleyha dünyaya verəcək. Allah-u Teala Cənab-ı Cəbrailin vazifəsindən nazil elədi Peyğəmbərə, dedi Peyğəmbərə yarət verə 40 gün Xədicə ilə təmasda olmayacaqsən, yaxında olmayacaqsən. Niyə? Çünki Kövsərin toxumun səbəbi.
apardı onu deyildi, Tuğba ağacının meyvesinden verdi ona. Bilgiler alma verdi o almanın gibi, yine Zəhranın nüsbeti düşülecek. Taşkilərin nüsbeti düşülecek. Yaxşı, ondan sonra gəldi Zəhra Səlamuz Əleyhanın nüsbeti düşülecek. Hanım Zəhra dünyaya geldi Peygamber. Ona göre Hazreti Zəhra da tutbah, hüsüdar, tehis alması. Ne var Peygamber? Tehis bir barıştaki Zəhran'ın yani. Ona göre Peygamber'in kadını ki var olurlar deyirlər ki, şiələrin, müminlərin anası. Peygamber'in nerede kadını var, geldiler bu bir ana oldu. İsminiz yok onda da olur da neydi? Ama ana var, ana var pis olur, ana var yaxşı olur. Bunu deyən də söyləyər. Kur'an o kadar kıskanırdı Zehra'ya. Bir təsəvvür edin, Peygamber sələvatında Zehra'dan o kadar erkekliği ki, Peygamberin kadını kıskanırdı. Bunun içinde var ya xəstəliyor. Həzrət-i Zəhra, İran edirlər xanım Zəhra gəldi kişilərin arasında tutma olurdu. Mesela birinciler üçüncünün yanına tutma olurlar. Ama Həzrət-i Zəhra tutmaya gedir. Aslında bilən, inşallah ki, ağlar bilirlərsə və deyirlərsə sizə soruşsaq ki, hamısı məlumatlıdırlar. Həzrət-i Zəhra tutma oxumaya gedir. Rəvayətdə oxuyan tutma oxumaya gedir. Rahadı bir əvvəl. Hanım Zəhra başın tərkini bağladı. Ondan sonra üstündən də bir dənə çarşab ötürüldüyündən düşək. Çarşab da ayağının altına sürülürdü. Mənası bir evliydi. Həyalı adamı. Həzrət-i Zəhra gəldi xüsbədə nə dedi? Zəhranın xüsbəsinin aşağıya əqaid kitabı yazmaq olar. Hanım Zəhranın xüsbəsində ama toğliddən başladı, toğlidin kökündən başladı. Gəldi, bunları başa saydı, yəni bilirsin mənasını, bunlar ki toğliddən niyə danışır? Hadis edilirdi, bunlar təhsilləri sındırmamışlar, cahiliyyət var ikisilərində. Yəni sizin toğlidiniz yoxdur. Toğlidiniz olsaydı, toğlidin yaranı qəbul edilmişdir. Siz toğlidiniz olsaydı, toğlidi vurmaz dərlərin bağlamazdır. Siz dikkat edin, Zəhra Selamun Aleyha bir işleti imameti koyuyor. O imametçi. Bütün için birisi toğlid, ədil, nübüvvet, imamet ne az? Bu 4 tane sahibi imameti kabul edemezsen, imamet toğlidi kesir götüre çağır. Niye gören? Toğlidi de sındırır. Niye de sındırır? Çünkü toğlid kamillesi imametler. Allah'ın sahip buyurdu, ben Peygamber'in nurundan xərc eləmişəm ve əli Peygamberin nurundandır. Yani bunlar Allah'ın nurundandır. Eğer sen de Allah'a kabul edersen, bunu kabul edemezsen Allah onu yarımsın aldırırlar. Şöyle kamillesin. Bunlarla kamillesin. Allah misal, dikkat edin götürü geldi Aleyhisselam'ın sadı özünü, dünyaya geldiğini Allah ayına, Allah eline. Sahabeti de sadı Allah ayına. Tekbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! La ilahe illallah! Hamısı Allah ayında, hamısı ihlasla, hamısı toğlidin içinde. Sizler geldiler, irad edildiler ki ne oldu, Əli Kəbədə dünyaya geldi ama Kəbənin içinde bütlər var, ne daxil cevabımız var. Allah istiyor, Allah istiyor, onu irad edemiyorlar. Müşriklerin adetleri var idi. İldə bir dənə bütlərini çıxardardılar bayrağını, havaya verər, bu bütləri taxtıran daşdan da xarab olur, gelir, çürüyür. Çıxardardılar bayrağı, hava verərdiler, ondan sonra salarlar içəri. Onda ki bütlərini çıxarmışlar bayrağı, onda Əli Kəbədə dünyaya gəlir. Tekbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! La ilahe illallah! Sizleri bunlar kimdiler? Bilmirəm mən düşündürəm, nə məlumatı var onu danışırım. Mümkündür, buyurur bir cənnətdə, mümkündür, həsman dərədir. Bir nəfər oturur, məndən çox dərdir. İnsan mən danışıram, buna bilirdir. Mən sizin canlığı da, seçilsəm olasıdır. Bu cür mənə söz verir. Bir varlıqdır ki, deyirəm, Allah'ın sağ sözü yaradıb bunları. Gəldi Kərbəlada Allah, Cənab-ı Cəbrail gəldi, İmam Hüseyin Əleyhisselamın üstünə kölgə salsın. Bütün yandırmasın seni, İmam Hüseyin Aleyhisselam bir yaz derler ki, ağaçıyla naşi arasında bir yanma. Evet. Koyma. Bizim aramızda girmez. Cenab-ı Hazreti İbrahim Aleyhisselam, kızlar imamdılar.
Allah İbrahim'i təsvir öyle de ondan sonra imamet verdi ona ya. Ondan sonra imamet verdi. Oraya öyle imamdılar. Yani ondan sonra imamet verdi. Yani yoksa öyle de onu diyeceğim. Şunu elemedi. Yani barazı mesela aşağı. Hazreti İbrahim Aleyhisselam da tevhid meselenin ustadıydı Hazreti İbrahim. Allah'ın meselenin ustadıydı. Hazreti İbrahim odun içinde, aslında odun içine Cenab-ı Cebrail nazil oldu. Dedi ya İbrahim, o kadar son derece Allah'ın tevekkülü var idi, arkaları var İbrahim. Dedi ya İbrahim, bir sözüm var diyeyim Allah'a, bir sözüm var dedi Cenab-ı Cebrail'e. Var ama sana yok Allah'a. Var, sana da içinde orasından. Allah Peygamber'e Hazreti Herhalde Cenab-ı Cebrail bir kadar geçip yanı takip edilmedi. Yani manası nedir? Ya Cebrail, bir yere gelen perdenin arkasında sen düşünüyorsun ama ondan sonra sen de düşünüyorsun. Mesela Hazreti Cebrail Aleyhisselam bizim nazır olduğu Peygamber Aleyhisselam'ın evine Ali Aleyhisselam doğruydu. Bilirsinler Cenab-ı Cebrail Aleyhisselam Peygamber'den Ali Aleyhisselam dağıtıl olduğu eve Cebrail burada ayağı Peygamber gördü evlenmeye sebep ya Resulallah. Usta veren bir talebe ayağa durmaz. Evet. Ne hassed veren, ne hassed veren, ne de bilebilirler bu. Ama İslam çok yukarı. Bu eski bir tutmuyor. Bak Selman'ın gözü tutmuşlardı. Selman'ın gözünü əli tutmuşlar. Əli'den başka bir şey görmüyordu. Yani Əli'den başka bir şey görmüyordu. Əli'nin vasıtından Allah'tan başka bir şey görmüyordu. Ama Allah canlı gözün kararında başka bir şey görmezsin. Başka bir şey der ki ancak gücüdür. Çünkü Hazreti İbrahim Aleyhisselam bu bir tevhidle geldi bir İbrahim sayıda yoktur yerim olursa Allah öğrenir meclisi ederler. Bunun manası var. Hazreti İbrahim ahireti tek veremez ya. Allah'ın teresabayı tefsir edip bu ayet için Hazreti İbrahim istedi ki ciddi cehetten bütün duvar dinlemeyi yoksudur. Yoksa ne de olabilir? Cemaatin altından başka bir şey gelir ahireten. Bu bir değil. Ciddi cehetten ama Ali Aleyhisselam buyurdu ki Ali Aleyhisselam buyurdu. Hazreti İbrahim de imamdı. Ali Aleyhisselam da imamdı. Ali Aleyhisselam buyurdu ki görünce yollarını benden soruşun yerisinden daha çok vereceğim. Bizim Cenab-ı Cebrail bizim Hazreti Ebu Zer Aleyhisselam Aleyhisselam'la gördüler. Bir yerinde sorun ki ne kadar karışıkta var Ebu Zer'dir. Doğrudur karışıklar. Bizim üzülmesi Allah bunların meclis sayısın. Aleyhisselam'ın eline dünya yanlarını biz olan sayından da bilirəm, soruş ne bir xəlimdir. Sayın bilədir. Sayından mənim də xəbərim var deyil. İmam Sabir abuydu ki, nedir ki, əlini için görəm, bütün dünyanın özü gördüm. Bütün dəryanı sənətlər bir dənə varlıqla bilmirəm, bunlar düşündülər. Allah tanıtıyorsunuzda İmam Sabir o dəryanın kenarından tutub, sizin sahabesini yanındakini tutub dəryadır, adi şeydir, vallahi adi şeydir. Dedi bu dəryada nə qədər balıq var, hansı ilə qohumdurar, bu dərdi sayarım hamısını. Siz verirsin. Nə güzel. İkinci xəliflər hamısı Zəhranın balıqlarıdır. Bunları qeyd eləməkdə hədəfim var. Bunlar Zəhranın balıqları. İki bir Həzrət Zəhra bir balıqdır ki, Cenab-ı Cebrail Peyğəmbərdən sonra xanım Zəhranın və darıqdır. Əmir Əl-Mumin dedi ki, Peyğəmbərin köynəyini verirdim ona. Bir dəfə gördüm köynəyi inlədi, köynəyi geçdi Zəhran, gözəl inlədi. Daha köynəyi aldım, vermədim ondan, gözəl inlədi. Cenab-ı Allah söyledi Zəhranın ürəyi təsdiqini tanımır, darıqır. Cenab-ı Cebrail dedi ki, Zəhraya təsdiqdir. Biz Zəhraya həmdərdə darıqmışsın. Və Cenab-ı Cebrail nazil olurdu, vəhli götürüb gəlirdi Zəhraya. Əli Aleyhisselam da o vəhli yazırdı, oldu Müshəti Fatimə. Allah hissesi Zəhranın sözlərini görür. Bana Zəhra içində, Əli yana. Əmirəl-Müminin ki, daha yüzünü görür aləmdə. Bu məhəbbət, valla bu məhəbbətin görür. Ben de ən əvvəl özünə deyirəm, mümkün daha özə mən də bilmirəm. Bu məhəbbətin qəzini bilmək lazımdır. Hüzrüblə Ədinin rəvayətini, mən oxumamışam, bir ruhanı edirsən bu rəvayəti, qeyd edim ki, Hüzrüblə Ədi Aleyhisselamın sahabəsi. Əlini sevdi, Zəhranın tərəfləri belə budur olar. Hüzrüblə Ədinin xanımın, özün və oğlunun əllərini bağlayırlar, Hüzrün ədinin və qəbrin qadırlar, öldürü başa söylər, başını kesib gelər. Siz icazə verin ki, siz namazsız. İcazə verirlər. Siz halda namazsız. Dedi ki, yəni sizə işim var.
Ciddisin, bax, əli sözü belə bu cür ola da. Belə bir xaricim var, xaricin əvəl edən siz edə bağlıyla, bunun üçün, bunun günahı nədir? Əliyə məhəbbət var, günaha baxa. Üzlədirsən, günaha budur, əliyə sözü ona görə ölməlidir. Bir xaricim var sizə, bir xarici əməliyyəti görə. Dedi, məni saxlayın, əvvəl oğlunun başını kəsin, ondan sonra mənim başını kəsər. Belə oğlunun başını kəsdilər, şükür səydiyi şükür edir, ancaq da oğlunun başını kəsdir, şükür edir, yox. Ona görə şükür edirəm ki, yəqinin var ki, oğlun əlinin vilayətində dünyasın. Şimdi rahat edəcək. Əlinin şüyyəsi gücü olsun. Meysən tam mazlubla dar ağacına, qan axır meysəndən, bir aydamaq, gəlin əlindən qarşısın. Özünü unudacaqsan, əvazət, əli ölçən biri Səlman ayaqlarını qoyub biz əlinin ayağını yerinə. Yəni, əlinin siyasi və əlinin xətti ilə geçir. Xəttdən çıxır, şeydən şeytanın vilayət altına. Və bu vilayətini verirsin ancaq. Allah-u Teala nəsib edir güzel. Zəhranın mövlüdür. Allah-u Teala nəsib edir bizə bu məhəbbəti. Amma görə azadlayaq. Əmir Əl-Muminin buyurdu ki, hər kəs atasının özünə al olsa cəhənnəmə gedəcək. Peyğəmbər izah edə bunu əlidir, bunun izahını da deyir. Yəni, Əli, sən və mən bu ümmətin atasıydı, hər kəs üzümüzə al olsa cəhənnəmə gedəcək. İkinci xəlifə gəldi, Əl-Rəsəmə düşürlər, lənətin normalə. Nə qədər cavan ki, əmzül İslam saqqallardan, nə qədər cavan ki, zina edir, nə qədər cavan ki, zina edir, nə qədər insan ki, zina edəcək, hamısında üçüncü xəlifən sərifdir. Silva ailesini haram edəbilməkdir. Hamısı günahlarda sərifdir bunlar. Gəlirik nələ rəsamı ki, sözə bilməkdə dedi, əminsən, əmin. Necə olur? Səndən bir şey soruşanda o dəli cavab verirsən. Niyə fikirləşmirsən? Ələ rəsamı ki, bu neçədir? Dedi, deyilsin. Kendisi de söyledi, görürəm axı. Əmir Əl-Muminin budur, mən də görürəm axı. Hər şey gözünün qabağında, İmam Peyğəmbər sələvatullaha, hədislərə baxın, Peyğəmbər buyurdu, Allah mənə dünyanın xəzinəsində verirdi. Mənəviyyat elm xəzinəsində verirdi, amma mən elm xəzinəsində getirdim. İmam Sadiq buyurdu, Allahın xəzinələri çoxdur, elm xəzinəsi üzüntünəmdir, yerləşdirdi. İmam Sadiq olan, evdə əyləşmiş ki, İldirim çoxdur, kimsəyin şu adı düşdü, elinə bizi yandı etmək ki, bizim istəyimiz iradəmiz olmasa, bu kimsə çoxa verməz. İradəmizdən kəmər hissə yoxdur. İndi ki, bunu tanıdın, görək alacaqsın. Görək də arxasından ərtilməyəsən. Az qaldın, suz qaldın, yeməksiz qaldın, hər nədir qaldın, problem yoxdur, müşkül yoxdur. Allah vəlində, Allahın vəli zirləsinə anır. Bunu dərk eləmək lazım. Bu ayə iman getirir. Allah möminlərin vəsidir. Bir dənə vəsir tutuldan ki, hər cür ədalətin kamil olması ondadır. Allah dəlizinlə qorxunlar. Hətta Allah bir dənə vəsirliyi elədi ahirətdə. Bunu bilən qatamam, çox danışsın, bilən çox danışsın. Mən sizinlə həmsə görüşürəm, baxacılardan, dağlardan üzü istəyəm. Allah'ın ağzıda vəsili eləyəcək. Allah necə möminləri vəsilər, bilmir, Allah necə vəsili eləyər. Rəvayəti özüm oxumuşum, ki, nərədəndə dərəcəli ahirətə, bizim diyənin boyunda haqqı olacaq. Namaz da qılıyor, oruç, amma günahları da vardı mənim içindədir. Yarımsızdır, namaz da yarımsızdır, oruç da mənim içindir. Bizə də bir məclisi zarafı verində, bizə bir kişi var ikənsən, burada bir zarafada verdi ki, evdə əli ki, boş verir namazdan, namaza boşun arva gəldi, yani, ay ki, bu belə şaşırıyor. Bunu ağrı vaxtda bizləri görürlər, namazı başına gəlsən, bir gözün sağ sürün, sol sürün, şalvarının sizləri, onun xalasını ki, əssəlamu aleyküm və rəhmətullah və namaz sual edir, mən bu cümlədən alın. Bilirsən, amma bu cümləsi var, bu alsın. Mən bəndə gələnlər ahirətən, rəvayətdə var. Deyərlər ki, biri deyər ki, dua edir, mənim haqqımı alınır, mənim haqqım lazımdır, dua edir. Məsələn, İngiliz səbəbı cüzdə belə bir də hadi danışmaq, İngiliz haqqına çox danışır. Məsələn, elə deyil. Bu cüzdə olur ki, sən yedinləyəcək, məsələn deyəndə. Haqqım var boynunda, öz aydın haqqını.
Ya bu yardım getirmeyen size Kur'an'dan ne isteyen yoktu verilmenler, burada ne kaytarım onu? Ben hiç yoksa kaytarım onu. Ya sonluklar eğer yoksa da bir şey kaytarım, o silahlarının güçle konuşmanı. Bu cüzdan, öyle yani. Bir tane hayvan var, adı şeyler, o sesini sana bağırsın oraya anlatsın. Kur'an'da sesini o yere sana anlatsın. Sonuçta artık Allah tersine bir yerden bir hayır yok ya, böyle ahirette. Öyle söyler yoktu var, başka yerde bırak. Kur'an'da Allah sesler bıraktığını talep edene sonra değişsin aslında. Dedi ki değişsin aslında, asal sesler ne yapsın, erdilik çıkar başından. Değişsin lan, her şeyin kamili ortadır. Her meyve ki bu değilse onun kamili değilse. Ama bir tane kamil biliyor var ki dünyada yok. En kamil yok değilse öyle bir tane ev derinlesine pencere varsa da Zahra'nın penceresine bakar. Bunlar kamil yoklar. Şahsi, afalar bunları bu tutuyorlar bu değiştirecek ve bunlar bu sınavcıdan da verecek diyoruz. Allah diyor ki o bendeme veren o istenmeyi bıraksın beni öhtemek yok böyle nedir? O benden, Allah diyor o benden takılı haberlerini bırakmayacak seni. Ya kulaya kurbandı sana beyazdan değil mi ya değişti görüp. Kulaya kurbandı sana hamsi. Ne olacak istiyorsan sen içiyor. Şahsi Allah diyene bak, belki bir Allah diyene gelin onların kardeşinin elinden bir üstünüzden biri değişti. Allah vesiliyi bu değişti. Verirsen, yani vesilileri hamsi razı olur. Bir şey verirsen, Allahümme inna ne'alike bana uç. اسمك العظيم الأعظم الأجل الأكرم رضيل فاطمة الزهراء يا الله 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 Kulaya perverdiler, bu mehabbet bizim kalbimize yerleştirirsen, bir de Allah dünyaya yerleşmirsən, ahirete yerleşmirsən, bilmirəm mənim bu qəlbimə nə bir yerləşmirsən. Pərverdigar səni and verəm öz vəhdaniyyəti var, səni and verəm öz məhəbbəti var, səni and verəm öz Allahlığın xatirinə, Zəhranın məhəbbətinin zilfətin qəlbimizdə möhkəmləndirdir. Pərverdigar yalvarıram sənə, xanım Zəhraya xatirin, nə ki ana bacılarımız var, nə də qadınlarımız var, həyalı, ismətli, iffətli qadınlardan. Allah sənə and verirəm Zəhranın hicabına, Pərverdigar ana bacılarımızın hicabı ayaq altına asanlardan qərar verirəm. Allah nəfsimizdən Zəhra əleyhində iş görənlərdən qərar verməm. Pərverdigar sənə and verirəm Allahlığın xatirinə, həsrət bizləri anamız Zəhraya həsrət koyma. Pərverdigar sənə and verirəm izzətinə xatir izzətimizi əlimizdən alma. Vaya bu cavanlar ki, bu ahsaqqallar ki, hər gün Zəhra məclisi təşkil edirlər, əyləşirlər, bu məclis sakini olurlar, Xudaya, behincə Zəhranın qonşularından qarar verir. Pərverdigar sənə and verir izzət əzəmətin xatir, nə qədər o hicablı nənələrimiz, o Zəhranın məhəbbətin qoruyub saxlayan çarşablı nənələrimiz ki, dünyadan kötülər Allah Zəhranın nisbətinə xatir, bu məclis sevabından ruhlarına hədicə elə. Pərverdigar sənə and verirəm, İzzət və əzəməti və xatir, nə qədər müsəlmanlar ki var, zalimin zülmü altındadılar. Nə cavanlar rəhməl edirlər, nə ağsaqqalına rəhməl edirlər, nə uşağına rəhməl edirlər. Xudaya sənə and verirəm Zəhranın məzlumə baxma, sənin müsəlmanları bu məzlumiyyətdən azad edər. Xudaya əskəlidə olanlarımız, zindanda olanlarımız, nəhaqdan, qeyri-nəhaqdan, xüsusən əskəlidə, ön cəbhədə, düşmənin gülləsi bağında, cavan qardaşımız və sənə xidmət göstərirlər. Xudaya cümlələrin Zəhraya xatir, sənin salamat-ül valideynlərini və tezliğlə getirdirəm. Vətənimizin daxili və xarici düşmənləri məhv-i nabud edər. Pərverdigar Zəhranın düşmənləri, ələbsiz vəhhadiyyəti məhv-i nabud edər. Pərverdigar yalvarıram sənə, sənə and verəm Zəhranın həqqinə qəlbimizin əvvəl gedir, vəhdətli gedir, bizlərə Zəhrasız qoyma. Dünyadan bizi asaranda kamil imanda dünyadan apar günah.
Peygamber'e yalvarırım seni bizleri dinleyip, eşitleyip, kulağı sülemel edenlerden de var be. Allah Zehra'nın babası İmam-ı Zamanımızın zuhurunda teazzül eder. Allah bilirəm bu meclislerle İmam-ı Zamanın gayri çattı. Bu meclislerimizi ihlasane İmam-ı Zamanı çattırdılar. Evet diyorlar, zuhur İmam-ı Zaman'da bizleri İmam-ı Zaman'dan bağın Zehra'nın intikamını alanlardan da var. Seni arz eden öz eğri ve cemil ruhanilerini tutulan ki kardeşim, ruhani kardeşim yanında eylesi ve kulaya kulağın da eğrimlerini öz eğri ve müstehil eder. Evet yalvarırım sana nerede dünyadan alimler tuturlar ki neyleri de bize gelip çaktırıplar ruhların gelip işab eder. Allah bu kent cemaatında içinde Zehra muhabbetin cümlecinden artırdılar. Meclis dağıtında herkesin kalbinde ne derdi, ne müşkülü, ne dini varsa masur emelin müşküllerine bu yeri de hal edir. Hakkı Muhammedin ve aleyh ve bilifat. Allahümme salli ala Muhammed ve